Salam, hər vaxtınız xeyir olsun. Dəyərli izləyicilərim, xoş gördük hər kəsi. Bugün Mərdəkandayıq. Mərdəkanda Kofe bağın arxa tərəfində yerləşən yoldan 300 metrlik məsafədə olan bu bağ evini təqdim eləməyə gəlmişəm. Yeni çıxıb satışa 3.10 sotun içindədir. Qiymətini də deyirəm 238 min manatdır, 140 kvadratdır. Tam ipotekaya yararlıdır, kommunal xəttləri çəkilib, sənədləri tam qaydasındadır. Mangalını görürsünüz. Düzdür, yüngül bitməmiş işləri var. Onlar da inşallah bitəcək. Tipik bir məhəllədir. Daimi yaşayış olan massivdədir evimiz. Kifayət qədər yaşıllığı var. Hovuzu 8 metr uzunluğunda, 4 metr enində, 1.60 dərinliyində hovuzu var. Evi tam hər tərəfdən dövr eləmək mümkündür. Gəl, gəl, gəl. Ya Allah. Daxil oluruq evə. Ay maşallah, nə qəşəngdir bu. Geniş bir xol, ürək açılır belə evlərdə. Evin işıqlarını yandıraq. Mən də sizlərlə bərabər birinci dəfədə daxil oluram. 38 kvadratlıq zal, qəşəng. Like'ları unutmayaq, zəhmət olmasa, ən azından əziyyətimizə də olsa bir like qoyun. 25 kvadratlıq mətbəx, mətbəxdən hovuz görüntüsü, 22 kvadratlıq yataq otağı, bu arada tavanın hündürlüyü 3.45'dir. Qapıların hündürlüyü 2.20'dir. Üzr istəyirəm, 3.60'dır. Qapıların hündürlüyü 2.20'dir. Bütün ev isti döşəməlidir. Gəl, burada da bir yataq otağı. Bu ən balaca yataq otağıdır. 15 kvadratlıq yataq otağıdır. Yataq otaqlarında laminatdan istifadə olunub. Koridorda və mətbəxdə kerama qranitdən istifadə olunub. Bu da 25 kvadratlıq bir yataq otağıdır. Özünün sanitar qovşağı. Allah olmayanlara nəsib eləsin. Gəldik bir videomuzun daha sonuna dəyərli izləyicilərim. O gün olsun ki, bundan daha gözəl, daha yaxşı evlər sizlərə nəsib olsun. Hər şey villanın, sarayın olmağı ilə deyil. Əsas odur ki, evdə xoşbəxt olmaq lazımdır. Mən sizə o villanı yox, o xoşbəxtçiliyi arzu edirəm. Gözəl bir eviniz olsun, amma içində xoşbəxt